Deyin ki boşaldan. Sonra nələr qaldı? Sonra nə böhtanlar qaldı? Ayıbdır, vallahi ayıbdır. Adicə onların adını çəkəndə deyirəm, at çəkməyin, söz-söhbət lazım deyil. Kim nə deyir, Allah kömək olsun, bəsdir indi. Valla mən Ceyran ana səhifəsidir də, yəni Lalə xanım. Mən onlara gedə bilərəm. Mənim o dostumdur. Mən onlardan belə biçməsin, münasibətim var. Belə biçməsin, münasibət yəni dostluq münasibətim var. Onun heç kəsə aidiyyəti yoxdur. Heç kəsə aidiyyəti yoxdur ki, mən hara gedirəm, haradan gəlirəm. Mən azad insanam. Mən bugünkü gün azad insanam. Mən o demək istəyirəm ki, kim neynirsə özünə eləyir. Gedən də gedir, özünə eləyir. Bildinizmi? Ona görə Aygünün buradan getmək səbəbini bircə Aygün özü bilir. Bir. İkinci növbədə Aygünün getmək səbəbini hələ mən indiyə qədər bilmirəm Aygün niyə gedib evdən. Və məni də kim qınıyırsa, Elvin, eşitirsən məni qardaşım? Eşitirəm aslan. Eşitirsən Elvin? Bax burada deyirəm də, mən kiməsə görə danışmıram, nə də prim yığmıram, nə də bir şey eləmirəm. Birincisi bu canlı mənim canlım deyil. Sadəcə olaraq mən onu demək istəyirəm ki, normal şəkildə. Normal şəkildə onu demək istəyirəm ki, ay gözəl insanlar, bir kişinin arvadı evdən çıxıb gedirsə bir dəfə. Ay aslan, bir dənə söz deyim, düzgün danışmırsan sən burada. Arvad gələndə acıq elib, köhnə arvadlardan belə, yəni qədimi vaxtda, yəni bizdən əvvəl olur. Həmişə acıq eləyib gediblər də arvadlar. Ya qaynana gedib gətirib, ya qaynana gedib gətirib, ya qayın, ya baldız. Nə olar, acıq eləyib səhv edib. Mən sizə bir söz deyim də. Nə olar da, qaqaş, bu belə şeyi biz Moskvadan izləyirsiniz. Mən səhvimi aldım, Allah kömək olsun. Allah sağ eləsin, Moskvadan izləyirsiniz, hər yerdən izləyirsiniz, Allah kömək olsun. Mən səhvimi, biz onu qaldırmayın yuxarı. Mən səhvimi boynuma aldım. Dedim ki, dəfələrlə səhv məndədir. Düzdür, yəni acıq eləyib getmək düşmədi, Allah kömək olsun. Nə deyirəm ki? Belə şeylər lazım deyil. Niyə özünüzü qəbul edirsiniz zamanında? Qaçan insanım. Elə yer axtaram ki, söz-söhbət olmasın. Başım şişir mənim. Bəsdirin də, bəsdirin də. Nə deyirlər, qod etsinlər. Allah kömək olsun. Nə deyirəm ki? Qod danışsınlar. Qod danışsınlar. Daha deyiləsi böhtanlar qalmadı. Allah köməklər olsun. Evində oğlu ola, evli kişini evinə salır. O nə qadındır, hansı qadınlıqdan danışırlar? Ayıb olsun. Sənin balon elə dərdə düşsün ki, dərdinə dərman tapılmasın. Ailə, yaxşı mı? Qayd edin, atın. Balon elə dərdə düşsün, dərdinə dərman tapılmasın. Gedindi. Qadın boyu bir yerə soxum sənin. Özün də yaman dərdə düşəsən. Yaxşı. Allah kömək. Onlar haqqında danışmayın. Dəstək olursunuz da dəstək lazımdır uşaqlar. Arzunu məni apardı, oturduq. Allah hamd olsun. Nə bilim, gəldim nə hala düşdüm mən. Hər kəsə salam, kanalımıza və yeni videomuza xoş gəldiniz. Bizimləsən verilişinin iştirakçısı Aygün canlı yayımda TikTokda həyat yoldaşı Aslan bəylə canlı yayıma qoşulub. O canlı yayım zamanı onlara mane olan Lalə xanıma qarğış edib. Həmin görüntüləri sizlərə təqdim edirəm.